Fuad bəy, Garaj 44 ilə əməkdaşlığınız çərçivəsində müştərilərə nə vəd edirsiniz? Gəlin göstərin. Gedək. Deməli, avtomobil rus dilinə tam tərcümə olunub və əlavə proqramlar yazılıb. Burada səslə idarə olunan xəritə yazılır. Alice, какая погода завтра в Баку? Завтра в Баку температура от плюс 10 до плюс 13 градусов. Və maşının bütün ayarları da gördüyünüz kimi tam rus dilində tərcümə olunub. Sözü gedən məsələ tək Çin maşınlarına aid deyil, ümumiyyətlə Koreya və Amerikadan gələn maşınlara da aiddir. Müştəri avtomobilinə əyləşmədən dil dəyişikliyi etmək istəyirdi də birbaşa gətirmişik kar xidmətə. Bütün proseslər həyata keçirildi. Və sizə belə bir şey deyim ki, artıq Garaj 44 ilə Çindən avtomobil sifariş verdikdə kar xidmətdən 10% endirim əldə etmiş olursunuz. Kanalı dəyişməyin, sizinlə Garaj 44.